təbii balıqlarının digərlərinə görə daha bahalı və yaxud da daha az olması bəzən də göl balıqlarına tələbatı daha da artırır ki, bu da bir çox faktorlarla əlaqəli ola bilər. Burada əsasən iqtisadi cəhətdən qiymətini nəzərdə tutmaq olar ki, göl balıqları digərlərinə nisbətən daha ucuz olur və əlçatan olur. Eyni zamanda da ekologiya ilə bağlı bir çox balıqların müəyyən vaxtda kürü tökmə vaxtı çoxalma dövrü olur deyə o dövrlərdə ovun qadağan olunması ilə də əlaqələndirilə bilər ki, bu da yenə də yerli, təbii, çay, dəniz balıqlarına əlçatanlığın az olmasını göstərir. Amma hər iki balığın da istər göl balıqlarının, istər də dəniz balıqlarının faydalı və zərərli tərəfləri mövcuddur ki, bunları bilmək lazımdır. Birinci növbədə balıq alarkən balıq yüksək risk qrupuna aid olan ət məhsulu olduğuna görə onu mənşəyi bəlli olan yerdən alınmalıdır, təzə balıq olmalıdır və əgər təzə balıq alınırsa, burada da satış yerində də onun doğru şəkildə düzgün temperaturda saxlanılmasına diqqət olunmalıdır. Balığın dərisi daha elastik, parlaq və eyni zamanda da gözləri də daha parlaq və şəffaf görünməlidir. Əgər batıqdırsa, şəffaf deyilsə, bulanlıqdırsa, eləcə də dərisi daha mat görünüşə sahibdirsə, bunlar köhnədir və mütləq onun pulları daha təzə olmalıdır, toxunduqda tökülməməlidir və mütləq balığın üzərinə barmaqla toxunduqda, basdıqda iz qalmamalıdır və balığın qoxusu da xoşa gələn yüngül balıq qoxusu verməlidir. Əgər xarab olmuş balıq qoxusu və yaxud da kəskin qoxu varsa, bu onun xarab olduğunu göstərir və bir çox balıqlar var ki, bu balıqlar xarici ölkələrdən gətirilir və yaxud da elə yerli balıqlar dondurulmuş şəkildə satılır ki, burada onun dondurulmuş qatı ən azı 2-3 sm olmalıdır. Əgər bu daha az dondurulmuşdursa və yaxud da dondurulmuş balıqlar buzla örtülü deyilsə, bu onun saxlanılarkən temperatur rejiminin dəyişməsinə gətirib çıxardır ki, bu da onun tərkibində keyfiyyətin itməsinə, xarab olmasına gətirib çıxarır. Mütləq şəkildə bunlara da diqqət etmək lazımdır. Göl balıqları doğru şəraitdə, düzgün qaydalara uyğun şəkildə yetişdirilmiş balıqdırsa, burada da sazan balığı, ala balıq da daha faydalı hesab oluna bilir.